Anım günü münasibətilə toplaşmışıq. Tədbirimiz onlayn tədbirdir və əvvəldən tədbirimizdə çıxış etmək istəyən həmkarlarımız qeydiyyatdan keçiblər və kimsə əlavə çıxış etmək istəsə, onlar üçün də şərait yaradıla bilər. Ona görə mən belə hesab edirəm ki, bugün həqiqətən biz Azərbaycan, müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyevi anırıq. Allah ona rəhmət eləsin və siz də razılaşarsınız ki, Heydər Əliyevin Azərbaycan xalqına Ulu Tanrı tərəfindən bəxş edilməsi dövlətçilik tariximizin müxtəlif mərhələlərində çox önəmli rol oynamışdır, tarixi rol oynamışdır. Bugün hər halda hər birimiz haqqında bu barədə məlumat olsa da təkrar etmək borcumuzdur ki, hələ Sovet dönəmində 69-cu ildə Ulu Öndər Heydər Əliyev cənabları Azərbaycana rəhbər vəzifəyə seçildikdən sonra həmin vaxta qədər Azərbaycan Respublikasının SSR məkanında ən geridə qalmış respublikalar sırasında olduğu bir zamanda qısa bir müddətdə Azərbaycan iqtisadi, sosial sıçrayışlar etmiş və SSR-nin ən qabaqcıl respublikalardan birinə çevrilmişdir. Bircə faktı nəzərinizə çatdırım ki, görülən işlər nəticəsində tikilib istifadəyə verilən yüzlərlə istehsal obyektləri, sənaye, kənd təsərrüfatı, regionların inkişafı istiqamətində Azərbaycan Respublikası SSR məkanında özünü təmin etmək iqtidarında olan iki respublikadan birinə çevrilmişdir. Həmin dövrdə alınan çoxsaylı ödüllər, ölkəmizin gənclərinin xarici ölkələrdə təhsili üçün rəvac verilməsi, qeyd etdiyim kimi çox müasir tipli o dövrün tələbləri ilə sənaye müəssisələrinin ad çəkib sadalamaq istəməzdim. Amma təbii ki, elə müəssisələr var ki, onları bugün böyük fəxarət hissi ilə qeyd etmək lazımdır. Bunlardan da birincisi Bakı Kondisioner Zavodudur ki, bütün dünyada Azərbaycan Bakı markasını ən yüksək səviyyəyə qaldırmışdı. Bu da Ulu Öndərin birbaşa cəsarəti, şücaəti sayəsində başqa region üçün tikintisi nəzərdə tutulmuş obyektin məhz Bakıda, Azərbaycanda tikilib, inşa edilib, istifadəyə verilməsinə nail olmasıydı. Çoxsaylı misallar gətirmək olar, amma müstəqilliyə qədəm qoyduqdan sonra bizim ən çox ehtiyac duyduğumuz bir sahə də hərbi mütəxəssislərin hazırlanmasıydı. Bilirsiniz ki, hələ Sovet dönəmində Ulu Öndər Azərbaycanlı hərbiçi kadrların hazırlanmasını yerlərdə təmin etmək üçün, ölkəmizdə təmin etmək üçün Naxçıvansk adına hərbi məktəbin təşkilinə nail oldu. Və bir məsələdə rəqəm istəyərdim, biləsiniz ki, torpaqlarımızın azad olunması uğrunda 1-ci və 2-ci Qarabağ müharibəsində iştirak edən zabitlərin 70%-i məhz həmin
dövrdə Ulu Öndər tərəfindən yaradılmış hərbi liseyin məzunları idi ki, onlar orduda xidmət edib yüksək rütbələrə layiq görməklə bərabər artıq müstəqillik əldə etdikdən sonra da ölkəmizə qayıtmışdılar. Ulu Öndərin fəaliyyəti barədə danışarkən o qədər çox şaxəli, ətraflı, tarixi məna kəsb edən nailiyyətlərdir ki, bir çıxışda bunu əhatə etmək təbii ki, qeyri-mümkündür. Ona görə mən bilirəm ki, o bir bizim çıxış edən həmkarlarımız da, əməkdaşlarımız da bu barədə deyəcəklər. Amma mən bir şey qeyd etməyə bilmərəm. O da bizim audit sisteminin təmsil olunduğumuz Azərbaycan auditinin hüquqi bazasının yaradılmasının məhz Ulu Öndər tərəfindən təmin olunmasıydı. Bilənlər bilir, bilməyənlər üçün deyim ki, deməli, əvvəlki auditor xidməti haqqında qanun təqdim olunanda mən o zaman Milli Məclisdə çalışırdım. İlk variant qanun gəlmişdi. Mühasibat şutu və audit haqqında qanun. Düzdür, o vaxt bəzi ölkələrdə də bu ad altında birgə qanunlar var idi. Amma Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bu qanunlar hərəsi müstəqil qanun kimi formalaşdırıldı və özünün Ulu Öndərin xeyir duası ilə artıq 35 ilə yaxın bir dövrdə fəaliyyətdə olan və nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən yüksək dəyərləndirilən auditor xidməti haqqında qanun, onun da əsasında Azərbaycan Respublikasının Auditorlar Palatasının yaradılması və bizim hər birimizin bu sahədə təmsil olunmağımız üçün hüquqi əsas oldu. Mən təbii ki, biz böyük minnətdarlıq hissi anmalıyıq Ulu Öndərin ruhu qarşısında baş əyməliyik ki, belə bir Azərbaycanda demokratiyanın bir təzahür forması kimi, sahibkarlığın inkişaf forması kimi və bütövlükdə insan hüquqlarının müdafiəsi istiqamətində auditin sizə bəlli olan funksiyasını yüksək səviyyədə yerinə getirmək üçün bizim əsaslandığımız auditor xidməti haqqında qanunumuz var. Və Ulu Öndərin layiqli davamçısı, möhtərəm prezidentimizin bütövlükdə şəffaflığa, o cümlədən onun əsas təminatçılarından biri olan maliyyə nəzarətinə, auditor xidmətinə verdiyi böyük dəyəri, qiyməti hər birimiz hiss edirik və bunun özü də Ulu Öndərin iqtisadi siyasətinin bir reallaşma təzahürü kimi dəyərləndirilə bilər ki, möhtərəm prezidentimiz Azərbaycan auditini həmişə yüksəkdə tutmuşdur. Bilirsiniz, çoxsaylı keçirdiyimiz yubiley tədbirlərində nisbətən kiçik, böyük olmayan bir kollektiv olaraq Azərbaycan auditinə verilən qiymət, göndərilən təbrik məktubları, fəxri adlar, palatanın adının müxtəlif dövlət proqramlarında əks etdirilməsi onu göstərir ki, möhtərəm prezidentimiz bizə böyük etimad edir və bizim də əsas vəzifəmiz ondan ibarətdir ki, hər birimiz bizə göstərilən bu etimadı layiqincə dəyərləndirək, ona layiq olaq. Mən fürsətdən istifadə edərək bu anım günündə möhtərəm prezidentimizin doğma Şuşamız azad olunduqdan sonra Fəxri Xiyabanda söylədiyi sözləri xatırlamaq istəyərdim ki,
Ben xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə getirdim. Və biz özümüzü o vaxtı auditor olaraq tam xoşbəxt hesab edə bilərik ki, Azərbaycan auditi də Ulu Öndərin görmək istədiyi kimi möhtərəm prezidentimizin bizim qarşımızda qoyduğu tələblər çoxsaylı məktublarında qeyd etdiyim kimi verdiyi yüksək dəyərlə bərabər eyni zamanda Azərbaycan auditorlarının yeni dövrün çağırışları zəminində fəaliyyət göstərmələrini və inkişaf etmələrini biz təmin edə bilək. Biz onda özümüzü tam arxain hesab edə bilərik ki, biz də özlərimizə düşən vəzifəni, Ulu Öndərin bizdən gözləntilərini həyata keçirmiş şəxslərik. Yəni, bəzən çox müxtəlif fikirlər gəlir ki, kimsə nəyisə düzgün etmir, kimsə nəyisə qanundan kənar edir və bizim fəaliyyət sahəmiz elə bir sahədir ki, burada ancaq biz birlikdə uğur qazana bilərik. Lakin bir nəfər isə bizim birlikdə qazandığımız uğurun üstündən qara xətt çəkə bilər. Digər sahələrdə bu mümkün deyil. Adi bir istər sahibkarlıq olsun, istər dövlət qulluğu olsun. Orada demək olar ki, hərə öz işinə cavabdeh olur. Yəni, yaxşı işçi yaxşı qiymət alır, pis fəaliyyət göstərən üzə çıxarılır. Amma bizim fəaliyyət tələb edir ki, biz hamımız əlbir işləyək. Əlbir işləyək ki, biz layiq olduğumuz qiymətə cavab vermək səviyyəsində fəaliyyət göstərək. Ona görə mən bir daha hər birinizdən yeni il ərəfəsində xahiş edirəm ki, buraxılan nöqsanları təkrarlamayın. Çox təəssüf ki, belə hallar hələ aramızda mövcuddur, var və mən də sizi əmin edirəm ki, biz bundan sonra bizə tutulan müxtəlif qurumlar tərəfindən, o cümlədən beynəlxalq maliyyə qurumları tərəfindən palata kollektivinə, palata rəhbərliyinə tutulan irad ki, biz üzvlərimizlə çox liberal, mən deyərdim ki, qanunun tələb etdiyi səviyyədən geri qalan tələblər baxımından biz işləyirik. Buna artıq yol vermək olmaz. Ona görə ki, qeyd etdiyim kimi yeni dövrün çağırışları gəlir. Biz böyük şərəfli bir tələbədən sonra məğrur bir xalq kimi böyük qayıdış konsepsiyasını yerinə getiririk. Bilirsiniz ki, Qarabağda, onun ətraf rayonlarında necə böyük quruculuq işləri gedir və bu baxımdan bizi həm də daha səfərbər, daha təkmil işləməyə vadar edən bir səbəb də odur ki, gələn il inşallah bizim fəaliyyətimizin 30 illiyi tamam olur və bilirsiniz ki, yubiley təkcə təltif, təkcə təbrik, təbşir, xoş sözlər yox, eyni zamanda hər bir yubilyarın fəaliyyətinə verilən qiymət ilidir və bizim qarşımızda duran vəzifələrin dəqiq yerinə getirilməsi, keyfiyyətlə yerinə getirilməsi baxımından əgər 5 ildə, 10 ildə kimsə bizim fəaliyyətimizdə hansısa bir çatışmazlığı görəndə ola bilər ki, bizim peşə yaşımızın azlığına bağışlamaq olurdusa, amma artıq bizim qeyd etdiyim kimi peşəsi baxımından 30 yaşımız var. Bu heç də az olmayan bir tarixdir və mən hər birinizi biz təbii ki, yeni il ərəfəsində yenə sizlərlə görüşərik, təbrikləşərik, amma mən çox xahiş edirəm ki,
artık audit hizmeti mövsümü başlayır. Her biriniz seçimden başlamış, birbirinize peşe etikası məcəlləsi hiç olmasa çerçevesinde birbirinize hürmetle, peşeye hürmetle etika məcəllələrinin yerine getirilmesi istikametinde necə deyərlər, məsuliyyətli olmağa dəvət edirəm. Bir daha hamımızın adımızdan Ulu Öndərə rəhmət diləyirəm Allah'tan. Allah rəhmət eləsin Ulu Öndərə. Qeyd etdiyim kimi Azərbaycan məhz Ulu Öndərin iktisadi, sosyal siyaseti, onun vaxtında imzalanan tarixi sazişler Azerbaycan'ın bugün artık bizim dünyada sayılıp seçilen devlet gibi başımızı uca tutup gezməyimiz ve düşmanlarımızın bize baş eğmesine getirip çıkarmıştır. Ona göre de ben eminim ki Azerbaycan bundan sonra da muhterem prezidentimizin rehberliği altında özü gururlu inkişafını daha da güçlendirecek ve ona da eminim ki Ulu Önder'in hatiresi birinci vitse-prezidentimiz hürmetli Mehriban Hanım'ın sözleriyle desek, her bir Azerbaycanlının kalbinde koyup gittiği Azerbaycançılık məfkurəsiyle daimi yaşayacaktır. Allah rahmet eylesin Ulu Önder'e. Ve şimdi biz kısa bir video nümayişe bakacağız. Ulu Önder'in hayat faaliyeti barədə. Onu bizim əməkdaşlarımız orijinal olarak hazırlayıblar. Ve sonra da çıkışlara yol vererek 3-5 dakika civarında yazılan yoldaşlar çıkış ederler. Buyurun, birleştirin Hakan. ...1923-cü il, 10 may tarixi, illər sonra Azərbaycan xalqının ümumilli liderinə çevrilən Heydər Əlirzaoğlu Əliyev dünyaya göz açır. Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsinə qəbul olur. 1944-cü ildən dövlət təhlükəsizliyi orqanlarında çalışmağa başlayır. 1957-ci ildə indiki Bakı Dövlət Universitetinin Tarix Fakültəsini bitirir. 1967-ci ildən Heydər Əliyev Azərbaycan SSR Nazirlər Kabinetinin Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsini tutur. 1969-cu ildə o, Azərbaycan Komünist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir. 1982-ci ildə Heydər Əliyev SSR Nazirlər Soveti sədrinin birinci muavini vəzifəsinə təyin edilir. 1987-ci ildə o, siyasi büronun və Mikhail Qarbaçovun siyasətinə etiraz olaraq vəzifəsindən istefa verir. 1990-cı ildə Naxçıvan Muxtar Respublikasının Ali Sovetinin sədri seçilir. 1993-cü il 15 iyun Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi yazılır və Heydər Əliyev 1993-cü və 1998-ci illərdə keçirilmiş seçkilərdə böyük səs çoxluğu ilə prezident seçilir. Ömrünü Azərbaycanın inkişafına həsr edən Heydər Əliyev xalqımızın qəlbində daim yaşayacaq. Mən 14 il Azərbaycan rəhbərlik etmişdim. Azərbaycanı hansı səviyyələrə qaldırmışdım? Biz Sovet rejimində yaşayırdıq. Biz bu rejimi dəyişdirə bilərdik. Yox. Ama iş orasındadır. Bu rejimdə sən xalqa nə edirsən? Xalqa nə edirsən? Millətinə nə edirsən? Əgər sən bu rejimi dəyişdirə bilməzsənsə, sən bu rejimin imkanlarına istifadə edib xalqa nə edirsən? Onu mən etdim. Və o illər Azərbaycan çox yüksəklərə qalxdı. Mən sizə arxalanıb Azərbaycana yenidən gəlmişəm, Bakıya gəlmişəm. Mən sizə arxalanıb belə cəsarətli siyasət aparıram. Mən sizə xalqa arxalanıb elə cəsarətli addımlar atıram. Mən sizə xalqa arxalanıb dünya miqyasında belə cəsarətli müstəqillik siyasət aparıram. Bu asan deyil, onu bilin. Azərbaycan müstəqil dövlətdir. Azərbaycanın
devlet müstakilliği tarihi hadisedir. Azerbaycan halkının tarihi nailiyetidir. Azerbaycan'ın devlet müstakilliği dönmezdir, ebedidir. Ve bizim borcumuz bu devlet müstakilliği, elde ettiğimiz bu milli azatlığı daimi koruyup saklamaktan ibarettir. Arzu ederim ki sizle birlikte gedək Şuşaya. Gedəcəyik. İnanın ki gedəcəyik. Şuşa Azerbaycan'ın gözüdür. Her bir Azerbaycanlı için bu iftihar bir nöqtəsidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox. Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmədik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayil, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti susu, biz onlarsız yaşaya bilmədik. Təsəvvür edə bilmədik. Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdi. Şuşanı azad etdi. Bu böyük qələbədir. Və şəhərlərimizin, ulu öndərin ruhu şaddır bugün. Gözün aydın olsun Azərbaycan. Gözün aydın olsun dünya Azərbaycanları. Əziz Şuşa, sən azadsan. Əziz Şuşa, biz qayıtmışıq. Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir. Qarabağ bizimdir. Qarabağ Azərbaycandır. Çok sağ olun. Ben böyük məmnuniyyətlə sözü hörmətli Fəxrəddin müəllimə verirəm. Fəxrəddin Hüseynov Lənkəran şəhərindən bizim təcrübəli və elə palata yaranan ildən də fəaliyyət göstərən yüksək səviyyəli auditorumuz. Buyurun Fəxrəddin müəllim. Çok sağ olun Vahid müəllim, hörmətli Vahid müəllim, hörmətli həmkarlar. Respublikamızın insanları bütün mütərəqqi bəşəriyyət, daimi insan və siyasətçi, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin anım gününü böyük təəssüf hissiyle qeyd edirlər və onun mənalı ömür yoluna bir daha nəzər salırlar. 1993-cü ildə hakimiyyətə qayıdan Heydər Əliyev öz xalqının tarixinin mürəkkəb mərhələsində onun dövlətçilik ənənələrinin formalaşdırılmasında müstəsna rol oynamışdır. Heydər Əliyevin dövlətçilik irsi və həyat fəlsəfəsi daim diqqət mərkəzində olmuşdur. Çünki Ulu Öndərin həyat və yaradıcılığı öz xalqına sədaqətlə xidmət etmək, Azərbaycanı müstəqil bir dövlət kimi formalaşdırmaq,
onun dinamik inkişaf yoluna çıkmak olmuştur. Onun siyasi alanda yürüttüğü strateji ile büyük devlet liderleri de bazlaşmışlar. Heydər Əliyev ülkemize rehberlik ettiği ilk dövrlerden halkına, onun mənəviyyatına ve medeniyetine bağlı olduğunu əməli işlerle sübut etmiştir. Bölgelerde sosyal iktisadi inkişaf için büyük heves ve qətiyyət göstermiştir. Onun aforizmlara çevrilmiş deyimleri hala da halk arasında diller ezberidir. Ulu önder değil, her bir halkın milli mensubiyeti onun gurur mənbəyidir. Ben hemşe fəxr etmişəm ki, ben Azerbaycanlıyam. Ulu önder Respublikaya rəhbərlik ettiği dövrdən Cənub zonasını, o cümleden Lənkəran rayonunun iktisadi inkişafına büyük dikkat ve kaygı göstermiştir. 1976 yılda Ümumi İttifak əhdiyətə malik Xanbulançay su qovşağının dikilmesi bu kaygıya ayağını sübuttur. Bundan alaba 1975 yılda Ümumi İttifak miqyasında analığı olmayan Lənkəran Kanser Kombinatının Lənkəranda tikilmesi ve istifadeye verilmesi, bu tikintinin açılışına Heydər Əliyev cənablarının gəlişi Lənkəranı Ümumi İttifak miqyasında bir daha tanıttı. O zaman Lənkəran Kanser Kombinatında genç mütəxəssis kimi iqtisadçı vəzifəsində işləyirdim. Ulu Önder'in açılış zamanı biz gençlerle görüşüp ve verdiği tövsiyeler hele de benim yadımdadır. Ben indi də fəxr edirəm ki, belə bir dahi insanın tövsiyelerini dinləmişim. Ulu Önder'in hakimiyyətdə olduğu 1993-2003 yıllar ərzində ictimai hayatın bütün sahalarını əhatə eden hüquqi cəhətdən mükemmel ve dünya standartlarına cevap veren kanunlar hazırlanmasına ciddi dikkat edilmiştir. Bu kanunlardan Azerbaycan Respublikası'nda auditor hizmeti hakkında kanunla uygun olarak Azerbaycan Respublikası'nda auditor palatasının yaranması ve teşekkürüdür. Heydər Əliyev'in esası koyduğu siyasetin muhterem Prezident İlham Əliyev tarafından uğurla devam ettirilmesi, Azerbaycan'ın inkişaf yolunda ilerlemesini temin edin. Bugün Azerbaycan beynəlxalq müstəvidə güclü ve nüfuzlu devlet, içtimai siyasi sabitliğin ve devamlı inkişafın temin olunduğu ülke gibi tanınır. Ulu Önder'in zengin mənəvi irsi, Azerbaycançılık ideallarına sadıklığı, müstakil Azerbaycan'ın daha da inkişafına kömek edir. Heydər Əliyev siyasi kursunun layıklı davamçısı, Prezident İlham Əliyev'in faaliyeti neticesinde iktisadi uğurlar bütün sahalarda müsbət təsirini gösterir. Halkımız Heydər Əliyev siyasetinin uğurunu gündelik hayatlarında hissedir, onunla yaşayır ve onun irsinden faydalanır. Bu siyasetin icraçısı Ulu Önder'in siyasi varisi, onun strateji kursunu devam ettiren, 44 günlük muharebe ve antiterör ameliyatlarına başçılık eden Ali Başkomandan muhterem Prezident İlham Əliyev'dir. Məhz Ali Başkomandanın yarattığı güçlü ordu sayesinde 30 ilden çok işgal altında olmuş arazilerimiz geri kaytarılmıştır. Kaytarılmış arazilerde aparılan geniş kuruculuk ve avallık işleri bir daha sübut edir ki Ulu Önder'in ideyaları yaşayır ve hayata geçirilmektedir. Allah Ulu Önder'imize rahmet etsin, mekanı nurla dolsun. Dikkatinize göre çok sağ olun. Sağ olun Fərəddin müəllim. Size de möhkəm can sağlığı arzulayırıq. Xəstələnməyin. Var olasınız. Aziz dostlar, bilirsiniz ki haqlı olarak Heydər Əliyev'i
tarixi şəxsiyyət adlandırırlar. Və onu da nəzərə almaq lazımdır ki, dünya siyasətində bir neçə növ, əsasən iki növ tarixi şəxsiyyətlər olur. Onlardan biri mütərəqqi tarixi şəxsiyyətlərdir. İkinci növ isə mürtəci tarixi şəxsiyyətlərdir. Mürtəci tarixi şəxsiyyətlər haqqında da misallar gətirmək olar. Amma çox şükür ki, bizim ulu öndərimiz Heydər Əliyev məhz mütərəqqi tarixi şəxslər siyasında dünyada birincilər sırasındadır. Mütərəqqi tarixi şəxsiyyəti əlamətlərindən biri də ondan ibarətdir ki, o gözlənilməz, çox çətin anlarda qeyri-adi özünün iradəsi ilə və dərrakəsi ilə çətinliyin həlli yollarını tapır, xalqı çətinlikdən qurtarmağı bacarır və eyni zamanda özünün tərəfdaşlarını ətrafında toplaya bilir, özünün ideyalarını reallaşdırmaq istiqamətində siyasi həmfikirlər yetişdirir və bütövlükdə gələcək nəsilə özünün ideyalarının reallaşdırması istiqamətində mühüm işlər görür və ulu öndərimizin müstəqil Azərbaycan tarixində gördüyü işlərdən biri də Yeni Azərbaycan Partiyasının qurulmasıdır. Bilirsiniz ki, bu yaxınlarda 33 illiyi tamam oldu Yeni Azərbaycan Partiyasının təsis olunmasının. Yeni Azərbaycan Partiyasının təsis olunmasından əvvəl tarixi şəxsiyyətlər olan 91'lər müraciət etdi ulu öndərə ki, Yeni Azərbaycan Partiyası yaradılsın və həmişə olduğu kimi dərin mənalı, rasional fikirlərə diqqətlə yanaşan ulu öndər razılıq verdi və Yeni Azərbaycan Partiyası yaradıldı. Çox qısa bir müddətdə iqtidar partiyası kimi özünü göstərdi və çox şükür ki, hal-hazırda da Ümumxalq Partiyası statusunda fəaliyyətdədir Yeni Azərbaycan Partiyası və bizim üçün çox xoşdur ki, bugünkü tədbirimizdə tarixi 91'lərdən olan Zakir müəllim, Allah rəhmət eləsin, Sərdarovun ailəsində yetişmiş və Azərbaycan dövlətçiliyi üçün öz fəaliyyət sahəsində çox mühüm işlər görmüş və hal-hazırda da Auditorlar Palatasında Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri olan Vüqar müəllim iştirak edir. Mən məmnuniyyətlə Vüqar Sərdarovu da dinləmək istəyərdim. Buyurun Vüqar müəllim. Çox sağ olun müəllim, hörmətli Vahid müəllim, hörmətli tədbir iştirakçıları. Xalqımız 12 dekabrı Ulu Öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti və minnətdarlıq hissi ilə hər il qeyd edir. Tanrı verən ömrü hər kəs bir cür yaşayır. Kimi özü üçün, kimi doğmaları, əzləri üçün, kimi əsl, millət, xalq və dövlət üçün yaşayır. Azərbaycan xalqının ömürlüdür Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmişdir. Millətini canından artıq sevən ulu öndərə olan sonsuz xalq məhəbbətinin sirri də məhz elə budur. Heydər Əliyev müasir, güclü, qüdrətli Azərbaycan dövlətinin quruluşudur. Ulu öndər Heydər Əliyev xalqın təkidi ilə 1993-cü ildə hakimiyyətə qayıtışı ilə Azərbaycan adlı ölkənin dövlətini qorudu, onu yaratdı və inkişaf etdirdi. Hər bir Azərbaycan vətəndaşının fiziki və mənəvi varlığı Heydər Əliyevin adı ilə bağlıdır. Bugün Azərbaycan Respublikasının prezidenti, Ali Başkomandan cənab İlham Əliyevin və onun yaxın silahdaşı birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan istər daxili, istərsə xarici siyasətdə əldə etdiyi hər bir uğur dahi öndərin zəkasının əməliyyat qoyub getdiyi idealın təntənəsidir. 2003-cü ilin dekabrda 12-sində Ulu Öndər Heydər Əliyev xalq dünyasına qovuşdu. Məhz həmin gündən dekabr 12-si xalqımızın ömürlüdür Heydər Əliyevin anım günü ehtiram yad edilir. Allah ulu öndərimizə gəlin rəhmət etsin. Sağ olun. Əziz dostlar,
Ulu Önder'in ideyalarını çalıştığı müxtəlif vəzifələrdə layiqincə yerinə yetirən şəxslərdən biri də bizim Yasin müəllim Şirinovdur. Mən böyük məmnuniyyətlə sözü Yasin müəllimə verirəm və bir daha hamımızın adımızdan Yasin müəllimi bu günlərdə qeyd etdiyimiz 70 illiyi münasibətilə təbrik edirəm. Biz belə günlərdə təbriklə düşür Yasin müəllim. Ona görə ki, hamımız Heydər Əliyevin yetirmələri. Buyurun, söz sizindir. Salamlayıram hər birinizi. Bu gözəl anım günündə bu yaddan çıxmaz bir anım günüdür. Hörmətli tədbirçilər, hörmətli həmkarlarımız. Çox sağ olun Vahid müəllim. Təqdimata görə həm belə bir gözəl tədbiri keçdiyinizə görə dövrü olaraq hər il bu tədbiri, tək bu tədbiri yox, ümumiyyətlə dövlətimiz üçün lazım olan bütün tədbirləri mən illərdir ki, palata çox yüksək səviyyədə anır, çox yüksək səviyyədə keçirir. Bir daha təşəkkürümü bildirirəm bu təşkilatçılığa görə. Biz bugün elə bir şəxsiyyəti xatırlayırıq ki, ömrümüz boyu biz yaş nəsli o şəxsiyyətin rəhbərliyi altında işləmişik, yaşamışıq və unutmarıq ki, bizi o ağır günlərdən çıxarmaqda bir nömrəli şəxsiyyət oldu. Biz bugün Azərbaycan xalqının taleyində müstəsna rol oynamış dahi dövlət xadimi Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə bir araya gəlmişik. Bugün yalnız keçmişi yada salmaq üçün deyil, həm də Azərbaycan dövlətçiliyinin dayağını, müstəqilliyimizin mənəvi siyasi əsaslarını bir daha dərk etmək üçün xüsusi əhəmiyyət daşıyır. Heydər Əliyev şəxsiyyəti tarixi bir dövrün lideri deyil, həm də bütöv bir xalqın düşüncə tərzini, dövlətçilik fəlsəfəsini formalaşdıran fenomenal bir şəxsiyyətdir. Biz bir şeyi mən xatırladım ki, şəxsən mən onun şəxsində gördüm ki, bu həm dövlət rəhbəri, həm siyasətçi olar, yaxşı siyasətçi olar. Biz həm də gördük ki, bu tək siyasətçi deyil, bütün sahələrin peşəkarıdır. Hardasa bir ali məktəbdə, akademiyada bir tədbir keçiriləndə baxıb görürdün ki, bu riyaziyyatı gözəl bilir, fəlsəfəni gözəl bilir. Yəni, bütün sahələrdə bizlərə örnək bir sima yaratdı. Allah rəhmət eləsin Ulu Öndərimizə. Çox həddən artıq istəyir gənclərimizdə, istəyir yaşlı nəslimizdə yadda qala bilən unudulmaz bir Ulu Öndərə çevrildi. Allah ona rəhmət eləsin. Bugün Heydər Əliyevin xatirəsini anmaqla biz həm də onun irsini davam etdirmək məsuliyyətini bir daha dərk edirik. O yüksək dəyərlərə, vətən sevgisinə, milli birliyə, dövlətçilik ideyasına söykənir. Biz bu prinsiplə sadiq qaldıqca Azərbaycan daha da güclənəcək, inkişaf edəcək və dünyada öz layiqli yerini möhkəmləndirəcəklər. Allah rəhmət eləsin Ulu Öndərimizə, Allah yerini behişt eləsin. Onun layiqli davamçısı bugün ölkəmizin rəhbəri, prezidentimiz İlham Əliyevin də uğurları bol olsun. İnşallah ki, Azərbaycan iri addımlarla, yaxşı addımlarla, iri sürətlə irəliləyir. Regionda şah dövlətlərin birinə çevrilməkdədir. Allah rəhmət eləsin Ulu Öndərimizə. Amin. Təşəkkür edirəm Yasin müəllim. Əziz dostlar, son dövrlərdə palatanın sıraları təbii ki, bu qanuna uyğundur. Gəncləşməklə bərabər həm də auditorlar sırasına ölkəmizdə peşəkar nüfuzu yüksək olan təcrübəli bizim həmkarlarımız da qoşulur. Onlardan birini mən təqdim edirəm bir daha. Mehdi müəllim Babayevi, Bakı Hesabat Mərkəzinin direktor auditoru. Buyurun Mehdi müəllim. Səsiniz gəlmir. Buyurun. Sabahınız xeyir olsun, hörmətli cənab sədr, hörmətli tədbir iştirakçıları.
Hamınızı salamlayıram. Gününüz açıq, nurlu olsun. Azərbaycanın ulu öndəri Heydər Əliyevin anım günündə mənə çıxış etmə imkanı yaratdığınıza görə öncədən hörmətli Sədr Vahid müəllimə və əməyi keçən hər bir şəxsə dərin təşəkkürümü bildirirəm. Bugün biz Azərbaycanın tarixinin ən böyük şəxsiyyətlərindən birinin, xalqımızın yaddaşında müdrik lider, böyük dövlət xadimi və milli dövlətçilik düşüncəsinin memarı kimi qalmış Ulu Öndər Heydər Əliyevin anım günü münasibətilə bir araya gəlmişik. Təbii ki, belə bir gündə dahi Ulu Öndər barədə anılı fikri bildirmək, uca həqiqətləri səsləndirmək mənim üçün bir şərəfdir. Onun sonuncu ölkə rəhbərliyinə başladığı dövründə, yəni 90-cı illərdə mən təbii ki, gənc idim. Həyatımın ən maraqlı, ən sürətli inkişaf və nailiyyət əldə etdiyim dövrlərini məhz Ulu Öndərin hakimiyyəti dövründə yaşamışam. Mən hətta ali təhsilim, ailə quruculuğum, sərbəst həyata qovuşmağım o dövrlərdə belə baş verib. O dövrdə Ulu Öndərin örnək, nümunə olan bir insani xüsusiyyətləri gənclər üçün xüsusi olaraq daha maraqlı idi. Necə deyərlər, Ulu Öndərin fədakarlıqlarına gənclər tamam başqa bir prizmadan baxırdılar. Mən söhbətimi sadəcə olaraq o xatirələrimdə yaşayan gənclik dövrlərimə qayıtmaq istəyirəm ki, o dövrdə biz Ulu Öndəri ən çox hansı cəhətlərinə görə belə demək mümkündür. Nəinki bəyənirdik, özümüzə bir örnək götürürdük. O böyük bir mübarizə adamı idi. Onun həyatının heç bir mərhələsi rahat keçməyib. Hətta biz onu gənclikdə belə hiss edirdik. Hər dönəmdə çətinliklərlə, təzyiqlərlə, ədalətsizliklərlə üzləşib. Lakin Heydər Əliyevi zirvəyə aparan məhz bu çətinlikləri diz çökmədən, sınmadan, iradəsini itirmədən göstərdiyi bir mübarizə idi. Bu gənclər üçün xüsusi bir önəm daşıyırdı. O baxış, o necə deyirlər, o görünüş. Mən bir Azərbaycan vətəndaşı olaraq Ulu Öndər Heydər Əliyevi yalnız tarixi şəxsiyyət kimi yox, həm də özümüz üçün örnək olan bir insan kimi görürəm. Onun həyat yolunda gördüyü zəhmət, göstərdiyi iradə, vətənpərvərliyi və xalqın olan sadiqliyi mənə göstərdi ki, hər birimiz özümüzü inkişaf etdirməli, məsuliyyətli olmalı və Azərbaycanımız üçün layiqli övlad ola bilməliyik. Biz Ulu Öndərin dövlətçilik və xalq üçün misilsiz xidmətlərindən günlərlə, aylarla danışa bilərik. Lakin bugünkü çıxışımda mən çox danışılan məqamlara deyil, daha çox az görünən, bəzən gündəlik siyasi müzakirələrin içində az səslənən, lakin Heydər Əliyev şəxsiyyətini bütöv anlamaq üçün olduqca vacib olan məqamlara toxunmaq istəyirəm. Çünki böyük insanları yalnız böyük işləri ilə deyil, həm də görünməyən fədakarlıqları, gizli zəhmətləri və insani dəlilikləri ilə tanımaq lazımdır. Dövlətçiliyin qurulmasında səssiz fədakarlıqlar. Heydər Əliyevin siyasisi çox danışılıb, çox yazılıb. Lakin bəzən unuduruq ki, o dövlətin yenidən qurulması prosesini yalnız qərarlarla, sərəncamlarla deyil, çox vaxt görünməyən, səssiz qalan fədakarlıqları ilə həyata keçirirdi. 90-cı illərin ağır illərdə o dövlət quruculuğunu yalnız siyasi addımlarla deyil, həm də cəmiyyətin psixologiyasını sakitləşdirmək. Mən özüm o həyatı yaşamışam bir gənc kimi. Mən özüm o dövrdə hansı psixoloji çətinlikləri yaşamışam, onu mən çox yaxşı xatırlayıram. Cəmiyyətin psixologiyasını sakitləşdirmək, insanlarda gələcəyə inam yaratmaq. İnam demək olar ki, itmişdi. Dövlətə olan güvəni bərpa etmək. Kifayət qədər güvənsizlik hökm sürürdü cəmiyyətdə. Müharibə, iqtisadi tənəzzül və sosial çətinliklər içində insanların ruhunu qorumaq, insanların ümidsizliyinin astanasından qaldırmaq kimi görünməyən, amma son dərəcə taleyüklü sahələrdə həyata keçirildi. Bu çoxlarının görmədiyi, amma hər kəsin nəticəsini yaşadığı bir fədakarlıqlar idi. Bəzən mən bir duyğusal məsələlərə də toxunmaq istəyirəm. Yenə də deyirəm, bu gəncliyimdən mənim canımda, düşüncələrimdə qalan bir cəhətlər idi bu. Heydər Əliyevin duyğusallığı və insani dərinliyi. Heydər Əliyev təbii ki, böyük dahi dövlət xadimi kimi tanıyırıq. Lakin onun şəxsiyyətində daha az görünür. Lakin bir o qədər də təsirli bir tərəfi vardı. İnsani duyğusallığı. O vəzifəsinin sərtliyi və dövlət məsuliyyətinin ağırlığı altında olsa da, heç vaxt insanlara qarşı həssas münasibətini itirmirdi. Onun çıxışlarının, görüşlərinin, xalqa müraciətlərinin bir çoxunda daha duyğusal həssaslıq aydın görsənirdi. O xalqın ağrı acısını, sevincini, narahatlığını təkcə siyasi lider kimi deyil, xalqını dərindən sevən bir insan kimi yaşayırdı. Xüsusilə müharibə illərində şəhid ailələri ilə görüşlərində, məcburi köçkünlərlə söhbətlərində onun səmimi kədəri, sözlərindəki yumşaqlıq,
insan taleyini göstərdi, diqqət bunu açıq göstərirdi. Heydər Əliyev üçün dövlət yalnız idarə etmə mexanizmi deyildi. Dövlət ilk növbədə sanki bir insan idi. İnsan taleyi idi. İnsanın xoşbəxtliyi idi. Onun duyğusallığı məhz bu insana olan dərin münasibətindən, millətin xarakterinə, ağrılarına və mədəniyyətinə bağlılığından dayaqlanırdı. O bəzən bir ata nəvazişi, bir millətin təmkininin duyğusallığı kimi danışır, insanlarla ünsiyyətdə yüksək səmimiyyət nümayiş etdirirdi. Bu onun liderliyində xüsusi bir yaraşıq verirdi. Həm qətiyyət, həm də duyğu ilə yorulmuş bir liderlik. Bu duyğusal yanaşma təkcə onun insanlarla münasibətində deyil, mədəniyyətə, ədəbiyyata, musiqiyə bağlılığında da özünü göstərirdi. Şeir səsləndirərkən biz hamımız xatırlayırıq onun səsləndiyi şeirləri, şeir səsləndirərkən səsinin tonundakı opan dərinlik, xalq mahnıları, onun həssaslığı, bütün bunlar onun həm də qəlb ilə idarə etdiyi böyük bir lider olduğunu göstərirdi. Heydər Əliyevin duyğusallığı zəiflik deyildi, əksinə, liderliyinin mənəvi sütunlarından biri idi. O həm gücün, həm də duyğunun birləşdiyi nadir şəxsiyyətlərdən idi. Bir məqama da toxunmaq istəyirəm, az danışılan sahə onun nitq qabiliyyətləri idi. Hamımız Heydər Əliyevin mükəmməl nitq mədəniyyətinə şahid olmuşuq. Lakin onun nitq qabiliyyətinin az işıqlandırılan tərəfləri də vardı. Dildə sadəliyi qoruma bacarığı. Saatlarla ona qulaq asmaq istəyərdi insan. Sadəcə onun nitq əhəngi bəs edərdi ki, insan ona saatlarla, günlərlə qulaq assın. O ən mürəkkəb siyasi düşüncəni belə xalqın başa düşəcəyi formada aydınlıqla təqdim edirdi. Bu həm təbii, həm də illərlə formalaşmış bir peşəkarlıqdır. Daxili ritmisi, diskussiya intizamı, sözləri pauzlarla, vurğularla elə idarə edirdi ki, sadə bir cümlə belə xüsusi şəkildə səslənirdi. Mən bunu nəyə görə səsləndirirəm, hörmətli sədr, hörmətli iştirakçılar? Bu hamısı mənə gəncliyimdən götürdüyüm bir örnəklər idi. Fikri ardıcıl şəkildə səsləndirmə bacarığı. O nitq zamanı heç vaxt mövzunu itirmirdi. Hər fikri, əvvəlki fikrin üzərində qururdu. Bu liderlikdə çox nadir qabiliyyətdir. Psixoloji təsir gücü. Bunu mən xüsusi vurğulamaq istəyirəm. Əliyevin nitqləri təkcə siyasi deyil, həm də psixoloji təsirə malikidir. O insanlarla danışanda onları özündən asılı olmayaraq sakitləşdirirdi. Bu cəhətlər haqqında çox danışılmır, amma bunlar böyük bir siyasi məktəbin əsas sütunlarındandır. Sonra, saxtakarların, mən üzr istəyirəm, biraz uzun ola bilər çıxışım, xahiş edirəm, yekunlayacağım. Saxtakarların, yalanın, riyakarlığın, məsuliyyətsizliyin onun qarşısında aciz qalması da mənim diqqətimi həmişə cəlb edir. Hörmətli tədbir iştirakçıları. Bugün biz Ulu Öndər Heydər Əliyevin şəxsiyyətini anarkən onun xarakterində yenə də deyirəm, çox səslənməyən, lakin dövlət idarəçiliyində həlledici rol oynayan bir məqamı da həmin o saxtakar, yalan, riyakar, məsuliyyətsizliyin onun qarşısına aciz qalmasını xüsusi olaraq vurğulamaq istəyirəm. Heydər Əliyevin qurduğu dövlətçiliyin dayaqlarından biri məsuliyyətsiz, məsuliyyət, peşəkarlıq və şəffaflıq idi. O həyatının bütün mərhələlərində dürüstlüyü, prinsipallığı və təvəkküllıqla seçildiyi üçün təbii olaraq qeyri-səmimi, məsuliyyətsiz və öz işinə yalan qataraq yanaşan insanlar onun qarşısında çaşqınlıq yaşayır, özlərini gizlətməyə çalışırlar. Heydər Əliyev insanları çox dəqiq tanıyan, sözün əsl mənasında güclü psixoloji müşahidə qabiliyyətinə sahib lider idi. Açıq müşahidə olunurdu. Ulu Öndər bir insanın səsi, baxışı, davranışı, hətta cümlələrinin qurulma tərzi ilə belə nə isə gizlətməyə çalışıb-çalışmadığını dərhal hiss edirdi. Bu səbəbdən ona hesabat verən və onu təqdim edən hər kəs bilirdi ki, Heydər Əliyev qarşısında yalnız həqiqət keçərlidir. Yalan keçə bilməz. Ulu Öndər bir dəfə belə demişdi, ədalət olmayan yerdə inkişaf olmaz. Bu cəhət onun rəhbərliyi dövründə dövlət idarəçiliyində xüsusi bir nizam gətirdi. Yalan danışmaq mümkün deyildi, məlumatı gizlətmək mümkün deyildi, öz başınalıq etmək, onunla saxta davranmaq mümkün deyildi. Heydər Əliyevin ən böyük xüsusiyyətlərindən biri də odur ki, düzgün çalışan, vicdanla xidmət edən insan dərhal yüksəlirdi. Onun ölümünün yaratdığı sarsıntını da xatırlayam. Bir liderin yoxluğu nə üçün bu qədər ağır idi? 2003-cü ilin dekabrında Heydər Əliyevin vəfatı Azərbaycan xalqı üçün sadəcə yas deyildi. Sanki bir millətin dayaq itirdi. Onun itkisi millət üçün niyə bu qədər ağır idi? Çünki xalq ona yalnız siyasətçi kimi baxmırdı. O xalqın gözündə təhlükəsizlik idi, o sabitlik idi, o ata kimi bir sığınaq idi. Sarsıntının dərinliyi Heydər Əliyevin böyüklüyünün ən aydın sübutlarından biri idi. Lakin o elə bir iz qoyub getdi ki, bugün biz onun yoxluğunu acı ilə xatırlasaq da, yaratdığı dövlətçilik sistemi bizim ən böyük gücümüzdür. O özündən sonra boşluq yox,
bir yol, bir məktəb, bir düşüncə tərzi qoyub getdi. Ulu öndər fiziki dünyamızdan ayrılandan sonra möhtərəm cənab prezidentimiz İlham Əliyev atasının siyasət məktəbini davam etdirərək liderlik qabiliyyəti, diplomatik bacarıqları və iradəsi ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Ulu Öndərin yaratdığı nüfuzu qorudu. Bu, həm gənc nəsillərin, həm də siyasi elitanın etimadını bərpa etdi. Möhtərəm cənab İlham Əliyev ata siyasətinin davamlılığını təmin etməklə, iqtisadi və sosial siyasəti möhkəmləndirməklə, xalqın etimadını qoruyaraq və ideoloji irsi yaşadaraq bütün sarsıntıları uğurla bərpa etdi. Bu, Azərbaycan dövlətçiliyində ardıcıllığın, stabil liderliyin və xalqın dövlətinə inamının simvoludur. Bugün Ulu Öndəri anmaqla biz həm də onun bizə qoyduğu vəsiyyəti yenidən xatırlayırıq. Azərbaycanın müstəqilliyini əvəzləşdirmək, xalqımızın rifahını təmin etmək, dövlətçiyimizi daim ucalarda saxlamaq. Xalqımızın qəlbində yaşayan bu böyük şəxsiyyət Ulu Öndərimiz Azərbaycan var olduqca yaşayacaq. Ruhu şad olsun. Diqqətinizə görə təşəkkür edirəm. Vahid müəllim, səsinizi açardı zəhmət olmasa. Ben teşekkür ederim Mehdi müəllim. Size çok orijinal, maraqlı, qeyri-standart çıxışa göre onu da nəzərinizə çatdırım, hörmətli həmkarlar ki, bu növ tədbirlər, o cümlədən də bugünkü bizim anım mərasimi bizim saytımızda Fəqan müəllim dedi, yerləşdiriləcək və mənə belə gəlir ki, çıxışlar, o cümlədən də Mehdi müəllimin çıxışı çox maraqla qarşılanacaq bizim izləyicilər tərəfindən. İndi isə mən sözü hörmətli Elnura xanım Abdinov'a vermək istərdim. Bizim Parker Azərbaycan Məhdud Məsuliyyətli Cəmiyyətin direktor auditoru. Xoş olar Elnura xanım, buyurun. Salam Vahid müəllim. Təşəkkür edirəm ilk öncə mənə bu tədbirdə iştirak etmək üçün şərait yaratdığınız üçün. İcazənizlə başlayım. Hörmətli tədbir iştirakçıları, bugün biz Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş, müasir dövlətçiliyimizin qurucusu, ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə bir araya gəlmişik. Bugün yalnız bir insanı xatırlamırıq. Bugün biz bir xalqın taleyini dəyişmiş böyük bir şəxsiyyəti ehtiramla yad edirik. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin, həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rol oynamışlar. Azərbaycan xalqının ümummilli lideri, Ulu Öndər Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Heydər Əliyevin həyat yolu yüksək insani əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət müstəqil dövlət quruculuğu dövrü kimi daxil olubdur. Heydər Əlirzaoğlu Əliyev 20-ci əsrin ikinci yarısı və 21-ci əsrin əvvəllərində Azərbaycan tarixinin ən görkəmli siyasi xadimlərindən biri oldu. O, həm Sovet dövründə, həm də müstəqillik illərində ölkənin inkişafında müstəsna rol oynamışdır. Dövlətçilik ənənələrin formalaşması və möhkəmləndirilməsi istiqamətində böyük xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan SSR-in ən qabaqcıl respublikalarından birinə çevirməyə nail olmuşdur. Bu illərdə respublikada sənaye, kənd təsərrüfatı, təhsil və mədəniyyət sahələrində böyük inkişaflar baş vermişdir. 93-cü ilin iyununda xalqın tələbi ilə Heydər Əliyev yenidən siyasi rəhbərliyə qayıdaraq Azərbaycan Respublikasının prezidenti seçildi. Onun dövlət başçısı olduğu dövrdə ölkədə siyasi stabillik bərqərar edildi, konstitusiya qəbul olundu, ordu quruculuğu gücləndirildi, əsrin müqaviləsi imzalanaraq neft strategiyası formalaşdırıldı. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi. Heydər Əliyevin uzaq görən siyasəti nəticəsində Azərbaycan müstəqil dövlət kimi inkişaf yoluna qədəm qoydu və iqtisadi islahatlar həyata keçirdi. Heydər Əliyev üçün əsas məqsəd güclü, müstəqil və sabit Azərbaycan dövləti yaratmalıdır. Onun fəaliyyətində bir sıra prinsiplər mühüm yer tuturdu. Onlardan öndə olan qanunun aliliyi və siyasi sabitlikdir. Milli birliyin qorunması,
iqtisadi islahatlar və açıq bazar siyasəti, neft strategiyasına əsaslanan uzun müddətli inkişaf, beynəlxalq əməkdaşlığın genişləndirilməsi. Bundan əlavə Heydər Əliyev milli mədəniyyətə, dilə, ədəbiyyata, elmə xüsusi diqqət yetirdi. Onun təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi mövqeyi gücləndirildi. Elm və təhsil müəssisələri dəstəkləndi. Soydaşlarımızın hüquqlarının qorunması üçün proqramlar həyata keçirildi. Heydər Əliyev həyatını bütövlükdə Azərbaycanın inkişafına, onun müstəqilliyinin möhkəmlənməsinə, xalqının rifahına həsr etmiş tarixi liderdir. Onun siyasi iradəsi, uzaq görənliyi və qətiyyəti sayəsində Azərbaycan ən çətin dövrlərdən keçib və daha güclü şəkildə ayağa qalxmışdır. Hər birimiz yaxşı bilirik ki, 90-cı illərin ağır və keşməkeşli günlərində Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəni xaosdan xilas etdi. Parçalanmaq təhlükəsi ilə üz-üzə qalan Azərbaycanı sabitliyə, inkişaf yoluna çıxardı. Onun imzaladığı əsri müqaviləsi, həyata keçirdiyi ordu quruculuğu, siyasi və iqtisadi islahatlar bugünkü güclü müasir Azərbaycanın təməlinə dayanır. Ümumlider Heydər Əliyev tərəfindən imzalanmış auditor xidməti haqqında 94-cü il 16 sentyabr tarixli 882 nömrəli fərmanı ilə Azərbaycan Respublikası qanununa əsasən ölkə ərazisində auditor xidmətinin dövlət tənzimləməsini təşkil etmək, bu sahədə olan və Azərbaycan Respublikasında auditor xidmətinin inkişafına, təkmilləşməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlamaq, dövlət təsərrüfat subyektlərinin, auditorların mənafilərini müdafiə etmək, öz fəaliyyətində qanundan və digər qanunvericilik və normativ hüquqi aktlardan irəli gələn tələblərə auditorlar tərəfindən riayət edilməsinə nəzarət etmək məqsədi ilə Azərbaycan Respublikasının Auditorlar Palatası yaradılmışdır. Bugün biz təkcə onun gördüyü işləri deyil, həm də qoyub getdiyi böyük irsi xatırlayırıq. Heydər Əliyevin dövlətçilik ideyaları bugün də yaşayır, inkişaf edir və Azərbaycan xalqının yoluna işıq salır. O xalqına sədaqətli, iradəsi və müdrikliyi ilə hər birimiz üçün nümunə olaraq qalacaqdır. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman sərəncamlarla, keçirdiyi çox sayılı görüşlərlə, söylediyi dərin məzmun nitqlərlə uzaq görən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi. İnformasiya müharibəsində Azərbaycan haqq səsini məharətlə bütün dünyaya yaymışdır. Bütün təzyiqlərə cəsarətlə sinə gəldi. Öz xalqı ilə vəhdəti olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrilmişdir. Bugün Azərbaycan Respublikası Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı birinci vitse-prezident çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycan istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur, dahi öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyalarının təntənəsidir. Uzun müddət Amerika Birləşmiş Ştatlarının Cleveland klinikasında müalicə olunan Heydər Əliyev təəssüf ki, 2003-cü ilin dekabrın 12-sində dünyasını dəyişib. Məhz həmin gündən dekabrın 12-si xalqımızın ümumi lideri Ulu Öndər Heydər Əliyevin anım günüdür. Heydər Əliyevin anım günü yalnız bir xatırlatma günü deyil, onun ideyalarına sədaqətimizi yeniləmək, ölkəmizin inkişafına öz töhfəmizi vermək üçün bir çağırışdır. Onun yaratdığı sabitlik və inkişaf modeli Azərbaycanı daha güclü gələcəyə aparan etibarlı yol kimi bugün də davam edir. Ulu Öndərin ömür yolu vətənə və xalqa xidmət nümunəsidir. Bugün biz böyük liderin xatirəsini dərin ehtiramla yad edir, onun Azərbaycan naminə gördüyü misilsiz xidmətlərini minnətdarlıqla xatırlayırıq. Allah ona rəhmət eləsin. Təşəkkür edirəm. Sağ olun Elnura xanım, çox maraqlı çıxışa görə. Əziz dostlar, indi mən sözü bizim sərbəst auditorumuz, uzun müddət öz peşəsinə çox məsuliyyətlə yanaşan Akif müəllim Ağayevə təqdim etmək istərdim. Buyurun Akif müəllim. Buyurun. Çox sağ olun, hörmətli Vahid müəllim. Mənə söz verdiyiniz üçün. Bayaqdan
bu danışanlara qulaq asdıqca Heydər Əliyevin bizim hakimiyyətdə olduğu bir kino lenti kimi gözümüzün qarşısına gəlib keçirdi. Bizim təhsil aldığımız, işə başladığımız illər Heydər Əliyevin birinci hakimiyyət dövrünə təsadüf edir. Məhz biz gənclər Heydər Əliyevin Azərbaycan Respublikası üçün hansı xidmətlər göstərdiyini, nələr etdiyini hamısı bizim gözümüzün qarşısına baş vermişdir. Mən bildirmək istəyirəm ki, Heydər Əliyev yeganə, bəlkə dünya liderlərindən biridir ki, o sağlığında xalqın sevgisini, məhəbbətini qazanmışdır. Bu elə belə deyilən söz deyil. Bu həqiqətən belədir. Onu istər hakimiyyətdə olanlar, istər sadə vətəndaşlar, istər hər bir adam onu həmişə hörmətlə yad ediləcəkdir. Heydər Əliyevin xatirəsi həmişə bizim xatirəmizdə daim qalacaq, daim yaşayacaqdır. Heydər Əliyevin indi məndən əvvəl çıxış edən yoldaşlar danışdılar. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən danışdılar. Ancaq Heydər Əliyevin həmən dövrü mən xatırlayıram. Heydər Əliyev hakimiyyətə gələndə sizin də yadınızda olar, ölkə nə vəziyyətdə idi? Qarədin müəllim danışdı, mənim yadıma düşdü ki, indiki Cəlilabad rayonunda bir post qoyulmuşdu. Buradan o tərəfə Talış Muğan Respublikası idi. Şimalda Xaçmazda Savdal Təşkilatı baş qaldırmışdı. Gəncə qiyamı baş vermişdi və Qarabağda ermənilərlə müharibə gedirdi. Belə bir vəziyyətdə ölkəni idarə etmək səlahiyyətini öz çiyinlərinə, öz üzərinə götürən heç bir adam götürməzdi. Məhz Ulu Öndər kimi bir sərkərdəmiz, rəhbərimiz bu işin altına girdi. Heç baxmayaraq ki, ona qədər təhdidlər oldu, onun silahdaşlarını qətlə yetirdilər, neynədilər. Bunlar hamısı bizim gözümüzün qarşısında olardı. Ancaq Heydər Əliyevin qətiyyəti, əzmkarlığı bu işi onun üzər, əzmkarlıq sayəsində bu ölkədə baş verən bu xaosa, bu anarxiya son qoydu. Ona görə də Heydər Əliyevi müasir Azərbaycan dövlətinin qurucusuna haq yerə qurucusu adlandırmırlar. Heydər Əliyevin qətiyyəti, bir şeydə demək istəyirəm sizə ki, Heydər Əliyevin qətiyyəti, əzmkarlığı, onun savadı, qabiliyyəti, ona müxalifətdə olan şəxslər də etiraf edirlər. Ben bu yaxınlarda bizim hörmətli 10 Milli Məclisdə deputat olmuş Tahir Kərimli ilə bir söhbətim oldu. Tahir Kərimli bilirsiniz nə dedi mənə? Mən dedi, ömrümdə ən böyük səhvim onda olub ki, mən Heydər Əliyevlə müxalifətdə olmuşam. Səbəbini soruşdum, dedi ki, o çox şeylər izah elədi ki, yəni bizim dövlətdə, hətta mənə maraqlı gəldi ki, o bildirdi ki, bizim qurduğumuz dövlətdə dövlət büdcəsi olmamışdır. Dövlət büdcəsi yoxmuş həmən dövrdə. Həmən dövrdə vahid ordu yoxdur. Deyir, orduga ermənilərə qarşı vuruşurdu, sonra da hökumətə qarşı vuruşurdu. Belə bir anarxiyanı aradan qaldırmaq, özür qatmaq, çətin dövrlərdən qaldırmaq məhz Heydər Əliyevin çiyninə düşmüşdü. O bu işin öhdəsindən qətiyyətlə, bacarıqla gəldi. Məhz bu günün, bizim bu sakit, sabit günlərimiz Heydər Əliyevin qətiyyəti, əzmkarlığı gördüyü işlər nəticəsində yaranmışdır. Mən Heydər Əliyevin, Allah həmişə rəhmət eləsin, Allah rəhmət eləsin deyirəm. Onun xatirəsi Azərbaycan xalqının bizim qəlbimizdə daim yaşayacaqdır. Heydər Əliyevin yarımçıq qalmış bir arzusu vardı, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması. Onu da möhtərəm prezidentimiz İlham Əliyev həyata keçirdi. Yəni Heydər Əliyevin ruhu bir gün şaddır ki, onun bütün arzuladığı işlər yerinə yetirilmiş və xalqımız, Azərbaycan xalqı sabit, müstəqil bir dövlətdə yaşayır. Allah ona bir daha rəhmət eləsin. Biz həmişə onun xatirimizdə qalacaqdır. Onu həmişə xatırlayacaq biz. Sağ olun, hakimler. Çok sağ olun, var olasınız. Şimdi növbə gənclərimizdir. 2 nəfər bizim gənclər çıxış edəcək. Bəqam müəllim Qarayev. Buyurun. Palata sədrinin müşaviri. Buyur. Çox sağ olun, hörmətli Vahid müəllim. Mənə də çox xoşdur ki, xalqımızın ulu öndəri Heydər Əliyevin anım günündə öz fikrimizi müstəqil, suveren və bütöv Azərbaycanın vətəndaşı olaraq sərbəst şəkildə ifadə edə bilirik. Mürəkkəb tarixi dönəmlərdə xalqa rəhbərlik etmək kimi şərəfli və məsuliyyətli missiyanı yalnız böyük şəxsiyyətlər öz üzərinə götürə bilərlər. Belə insanlar
milli inkişaf üçün mövcud potensialı düzgün qiymətləndirərək, xalqın gələcəyini müəyyənləşdirən tali yüklü qərarlar qəbul edirlər. Ümmilli liderlik zirvəsinə yüksəlmiş belə şəxsiyyətlərin uzaqgörən ideyaları xalqların inkişafının ideya əsasını təşkil edir və tarixə yön verir. Azərbaycan üçün də məhz belə fenomen şəxsiyyət xalqımızın ümmilli lideri Heydər Əliyev olmuşdur. O yalnız bir siyasətçi və dövlət başçısı deyildi. Millətin yaddaşına və tarixə müstəqilliyimizin memarı, dövlətimizin banisi, xalqımızın əbədi yol göstərən rəhbəri kimi həkk olundu. Onun qurduğu möhkəm dövlətçilik təməlləri bugün Azərbaycanı güclü, dayanıqlı və öz sözünü deyən bir dövlətə çevirmişdir. Biz bugün Ulu Öndəri yalnız xatırlamaq üçün deyil, onun dəyərlərini yaşatmaq, onun ideyalarına sadiqliyimizi bir daha ifadə etmək üçün buradayıq. Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası, milli maraqlara əsaslanan siyasi kurs bu gün də bütün sahələrdə öz bəhrəsini verir və ölkəmizin mövqelərini daha da gücləndirir. Ulu Öndər Heydər Əliyevin həm daxili, həm də xarici siyasətdə yaratdığı sabitlik modeli Azərbaycanın regional və qlobal arenada nüfuzunu artırdı. Onun uzaqgörənliyi sayəsində müstəqil Azərbaycan hər bir sınaq qarşısında dayanmağı bacaran qüdrətli bir dövlətə çevrildi. Bu möhkəm dövlətçilik irsinin kimə etibar olunması isə tarixi baxımdan son dərəcə önəmli bir addım idi. Heydər Əliyev bu şərəfli missiyanı Azərbaycan prezidenti İlham Əliyevə özünün ən çox güvəndiyi şəxsiyyətə tapşırdı. Mən ona özüm qədər inanıram deyən Ulu Öndərin bu fikirləri onun gələcəklə bağlı nə qədər uzaqgörən olduğunu bir daha sübut edir. Prezident İlham Əliyev isə bu etimadı yalnız doğrultmadı, həm də Azərbaycanı yeni mərhələyə çıxardı. Bugün biz bunu təkcə siyasi, iqtisadi və sosial sahələrdə deyil, həm də hər bir Azərbaycanlının qürur mənbəyi olan 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizdə açıq şəkildə görürük. 44 günlük Vətən müharibəsi Ulu Öndərin qurduğu dövlətçilik təməllərinin, milli ordunun formalaşdırılmasına verdiyi töhfələrin və ən əsası Prezident İlham Əliyevin qətiyyətli, prinsipial və dəmir yumruq iradəsinin nəticəsi idi. Hər kəs çox yaxşı bilir ki, bu zəfərin ideoloji və siyasi bazası hələ Heydər Əliyev dövründə yaradılmışdı. Güclü ordu, güclü iqtisadiyyat, güclü dövlət. Bu, Ulu Öndərin ölkə qarşısında qoyduğu əsas strateji vəzifələr idi. Prezident İlham Əliyev bu konsepsiyanı daha da inkişaf etdirərək onu real nəticəyə 30 illik həsrətin sona çatmasına çevirdi. Azərbaycan ordusu Ali Baş Komandanı rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad etdi, tarixi ədalət bərpa olundu və xalqımız şanlı qələbə sevincini yaşadı. Bu qələbə həm Ulu Öndərin ruhuna ən böyük ehtiram, həm də onun müəyyən etdiyi siyasi kursun doğruluğunun bariz göstəricisi oldu. Bugün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək daha qüdrətli dövlət quruculuğu yolunda irəliləyir. Böyük Türk dünyasının dahi yazıcısı Çingiz Aytmatovun dediyi kimi, Prezident İlham Əliyev qloballaşan dünyanın müasir lideri kimi regionun və dünyanın siyasi səhnəsində öz möhtəşəm yerini tutub. Heydər Əliyevin irsi zaman keçdikcə daha dərindən dərk olunur. Onun ideyaları, onun müəyyən etdiyi dövlətçilik yolu bugün bizim gücümüzün, birliyimizin və zəfərimizin əsas mənbəyidir. Bu irsi yaşatmaqla həm keçmişimizə hörmət edir, həm bugünümüzü möhkəmləndirir, həm də gələcəyimizə inamla addımlayırıq. Allah bir daha rəhmət eləsin. Sağ ol Fəqəm, sağ ol. Və bizim sonuncu çıxışımız Palatanın Kərgüzar kitabxanaçısı Ləman xanım Məmmədova. Buyurun. Hüseynova, buyurun. Səsin gəlmir. Bayram, çox sağ olun. Təşəkkür edirəm belə bir çıxışda mənə yer verdiyiniz üçün. Milyonların yaddaşında yaşayan dahi insan Heydər Əliyev. Dahilər ölməz, əbədi yaşar. Ümumi liderimiz Heydər Əliyev Azərbaycan xalqının tarix boyu yetişdirdiyi nadir və bənzərsiz şəxsiyyətlərdən olaraq milyonlarla insanın qəlbində əbədi yaşayır. Onun şərəfli ömür yolundan, vətən qarşısında xidmətlərindən və müstəqilliyi dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq, yenə də az olar. O, Azərbaycan üçün həmişə haqq səsini qaldırırdı. Onun zəhməti ilə qazanılan uğurlarda xalqın ona olan sevgi və inamı böyük rol oynayırdı. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev dönməz əqidəsi və tarixi uzaqgörənliyi ilə milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, Azərbaycan dövlətinin qurulmasına nail olmuşdur və Azərbaycan adını Türk dünyasına qızıl hərflərlə yazmışdır. Bu tarixi bir həqiqətdir ki, 20-ci əsr sarsıntılı keçməklə bərabər dünyada hökm sürən son imperiyanın süqutu ilə də
tarixin yaddaşına köç edə bildi. Dünyada elə bir siyasi-iqtisadi quruluşun dəyişməsi baş verdi ki, bu zaman kəsiyində Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etməyə nail oldu. Ulu öndər həyatının xoşbəxt anlarını insanların işıqlı gələcəyinə həsr etməkdən qürur duyduğundan xalq mənə ümid bəsləyir. Mən bu ümidi doğrultmaq üçün ömrümün qalan hissəsini xalqıma bağışlayıram və həyatımı xalqıma qurban verməyə hazıram deyirdi. Ulu öndər Azərbaycana rəhbərliyinin ikinci dövründə tarixin keçmiş dönəmlərinə qayıtmağı bacardı. Xalq təsərrüfatının bütün sahələrində inkişaf üçün işıqlı yol göstərdi. Elm adamlarına arxa dayaq oldu. Neft sənayesinin inkişafında xariqələr yaradılmasına öncüllük etdi. Dünya ekspertləri Heydər Əliyevi neft strategiyasının neft diplomatiyası kimi qiymətləndirmişdilər. O deyirdi, ümidvaram ki, bu 30 illik müqavilə yeganə müqavilə olmayacaqdır. Əksər siyasətçilər və tarixçilər haqlı olaraq belə söyləyirdilər. Tanrı onu Azərbaycan xalqına bir xilaskar kimi göndərmişdir. Bəli, bu bir həqiqətdir. Ulu öndər doğma xalqı üçün elə işlər görmüşdür ki, onu nə tarix, nə xalq heç vaxt unutmayacaq. Ulu öndərin gəncliyində bir arzusu vardı, memar olmaq. O siyasi memar oldu. Onun şah əsəri isə müstəqil Azərbaycan oldu. Bugün Heydər Əliyevin qurucusu və memarı olduğu Azərbaycan, Cənab İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf edir. Ən əsası odur ki, indi Azərbaycan tarixinin ən qüdrətli dövrünü yaşayır. Ali Başkomandan Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur deyə Ulu öndərin vəsiyyətini həyata keçirdi. Xalqımıza qələbə sevincini yaşatdı. Dahi liderin arzuları reallaşdı. Atatürk'ün dediyi kimi, Türk əsarət qəbul etməyən millətdir. Ruhun şad olsun Ulu öndər, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Sonda çıxışımı bir şeirlə bitirmək istərdim. Heykəlinə baxıram, rəhbər xəyala dalıb. Çiçəklənən ölkəmiz, ondan yadigar qalıb. Səsini dinləyəndə güc gəlir qolumuza. Zəkası günəş kimi nur səpib yolumuza. Doğma Azərbaycanı Gülüstana döndərib. Hamımızın qəlbində heykəli var öndərin. Təşəkkür edirəm Vahid müəllim. Sağ ol. Biz teşekkür edirik böyle güzel çıkışa göre. Aziz dostlar, artık bir saatten çoktu biz iştirak edirik anım mərasimində. Mən ilk növbədə hər bir iştirakçıya təşəkkürümü bildirirəm. Minnətdaram, qoşuldunuz. Ulu öndəri birgə andıq. Xüsusi təşəkkür edirəm bütün çıxış edən bizim həmkarlarımıza. Həqiqətən də bütün çıxışlar dəyərli, səmimi çıxışlar idi. Ulu öndərin fəaliyyətinə həsr olunmuş layiqli çıxışlar idi. Mən minnətdaram hər birinizə. Qeyd etdiyim kimi bizim bugünkü tədbir saytımızda qoyulacaq. Azərtacada biz məlumat ünvanlayacağıq və xüsusi təşəkkür etmək istəyirəm Qəşəm müəllim Bayramova, tədbirin təşkilatçısına var olsun Qəşəm müəllim və sonda icazənizlə hamımızın adımızdan belə bir əminlik ifadə etmək istərdim ki, Ulu öndərin ideyalarını öz fəaliyyətimiz istiqamətində yerinə yetirmək baxımından Azərbaycan auditorları həmişə möhtərəm prezidentimizin yanındadırlar və Azərbaycanda iqtisadiyyatın şəffaflığının artırılması istiqamətində əlimizdən gələni biz etmək əzmindəyik. Təşəkkür edirəm hamınıza, sağ olun. Allah Ulu öndərə rəhmət edesin. Sağ olun, çox sağ olun. Allah rəhmət etsin. Sağ olun, sağ olun.